Ümumi sınav imtahanı 14, 2020-ci ilin qəbuldu. Baxaq 26-cı suala. 26-cı sualda deyilir ki, prosesor qurğusu ilə prosesor qurğusu əməli yaddaşla nəyin vasitəsilə əlaqə yaradır? Ümumiyyətlə yadınızda saxlayın ki, əlaqə yaradan naqillər toplusu olan şinlərdir. Çünki biz sizdən dərsdə bildirmişdik ki, ana plat üzərində hər bir qurğular arasında naqillər var. Naqillər qurğular arasında əlaqə yaradır. Naqillər toplusu da, naqillər yığını da adlanır şinlər. Triggerlər mənasızdır. Şüyüzlər şəbəkələrdədir. Flash yaddaş. Flash yaddaş daxili yaddaş qurğusudur. Ana plat üzərində belə deyərlər yerləşmir. Növbəti gəldi registrlar. Registrlar da ki, təbii ki də yerləşir prosesorun daxilində. Bu da bir Həcər yaddaş. müəllimə, bu Bəli. flash yaddaşın bir adı da FFD-dir, yoxsa mən səhv EPROM. bilirəm onu? EPROM'dur. EPROM. FFD Dəyişdirilən floppy bəlli diskdir. hissələrini o üzərində birləşdirir. Necə? Hansı disk? FFD floppy diskdir onda adı. FDD-dir, FDD. FDD. Floppy diskdir, bəli. Hə, onda səhv FDD floppy salmışam mən diskdir. bunu. FDD. Çünki adlarını testlərdə birdən soruşurlar, fərqli soruşurlar da. Yadında saxla ki, daxilində D hərfi olanların əksəriyyəti xarici yaddaş qurğusudur. FDD, SSD, HDD, CD, DVD hamısının belə deyək, hərfində D hərfi var. Hı -hı. Burada deməli şinlər oldu. Şinlər nə üçün oldu? Çünki şinlər naqillər yığınıdır və ana plata üzərində olan qurğuları əlaqələndirir. Yəni prosesordan RAM-ı əlaqələndirir. Belə. Gəldik 27-ci suala. 27-ci sual Word-la bağlı bir sualdır. Tələb olunur ki, fayl tabında yerləşən əmr və kateqoriyaları göstərin. Daxil oluram ilk öncə Word-ə. Axşamınız xeyir. Axşamınız xeyir Aytən. Daxil oldum fayla Word-də. Və burada nələr var? Home, New, Open, Info, Save, Save As, Print, Share, Export, Close, Account, Feedback və Optionslar. Bunlar belə deyilər, faylın üzərində yerləşən əmr və kateqoriyalardır. Exit. Exit yerləşmir. Close yerləşir. Baxın, burada yazılıbdır Close. Exit deyilən hər hansı bir əmr və yaxud da ki, kateqoriya yoxdur. Home. Home vardır, yuxarıda yerləşir. Paste. Paste yerləşmir. Recent. Əslində, əvvəlkilərə var idi, amma indikində yoxdur recent. Account. Account təbii ki də var. 5 var. Feedback. Feedback də var. Geri bildirişlərdir, geri dönüşlərdir. Baxın, burada yerləşir feedback. Bu sol hissədə feedback yazılıb bura. Növbəti import. Import xaric etmək yoxdur. Amma export isə var. Baxın, print, share, export var. Deməli, faylda yerləşən əmr və yaxud da ki, kateqoriyalar hansılar oldu? 2, 5, 6 və 8. A variantı. Növbəti gəldi 28-ci sual. 28-ci sualdan mən sizə bunu izah edəndə demişdim. Run əmri yerləşir Windows Tools'da. Yaxşı, bəs biz bunu harda keçmişik? Gəlin onu da sizə göstərim ki, biz bunu harda keçmişik. Mən sizə Windows 11-in ikinci hissəsini atmışdım. Burada yazılıbdır Windows 11-də Windows Tools. Yəni Windows alətləri. Windows alətlərinə daxil olan proqramlar bu proqramlardır. Və burada da yerləşir Run. Deməli, Run aiddir Windows Tools'a, Windows alətlərinə. Başqa nələr var? Xarakter map, control panel,
Burada 6CI iniatır da yazılıbdır. Sonra Performance Monitor, Register Editor, Service Task Manager çox düşəndir. Command Prompt çox düşəndir. Utility var, Defragment and Optimize Drivers. Steps Recorder çox düşür. Task Scheduler çox düşür. Sonra Disk Cleanup, Resource Monitor, System Configuration çox düşənlərdir. Veranda bunların arasında yerləşir. Aiddir Windows Tools'a. Bundan əlavə olaraq Accessibility də var. Accessibility əlçatanlıq deməkdir. Buna aid olan proqramlar hansılardır? Standart proqramlar. Magnifier, Narrator, On-Screen Keyboard, Voice Access və Lip Captions. Bunlar da Accessibility-yə aiddir. Gəldik 29. Deyir, ASCII kod cədvəlində bir hissə verilmişdir. Bizdən tələb olunur ki, bir simvolun 16-lıq kod hansıdır? Oradakı Bir məsələləri anlayabilirim. Kimsə nəsə dedi, mən eşitmədim. Mən deyirdim Aytəndi danışan. Hə. Bugün bu dərsi oxumuşam və əvvəldən siz izah eləyəndə olmamışam deyə mən anlaya bilmədim. Nə qədər çalışdım olmadı. Elə kakraz burada bir dənə izah versəz mən yenidən Bax, anlayayım. yanında saxla ki, böyük simvol ilə kiçik simvol arasında hər zaman 32 byte fərq olur. Bax, Z-dən Z-ə bax, 32 byte fərq var. Biri 65-dir, biri 97-dir. Digəri Böyük böyük hərf kiçik arasında 97 122-dir. Gördünmü? Bir sözlə böyük simvolla kiçik simvol arasında 32. 32 byte fərq olur. Aha. Amma bizdən istənilən burada hərflər deyil. Bizdən istənilən rəqəmlərdir. Amma rəqəmlər arasında isə 1 byte fərq olur. 4-ə 52 veribdir, 5-ə 53 veribdir. Deməli, rəqəmlər arasındakı byte fərqi nə qədərdir? 1 bytedir. Əgər 5 53-dürsə, 4 52-dirsə, 3-ə düşür 51, 2-yə düşür 50, 1-ə də düşür 49. Və biz hər zaman burada baxırıq onlu kodlara. Yəni bu deməkdir ki, bu verilənlər hər biri onluq say sistemindədir. Bir simvolunun bizdən 16-lıq kodunu istəyir. Amma mənim tapmığım onluq say sistemindədir. Deməli, 49 ədədini onluq say sistemindən keçirməliyik 16-lıq say sisteminə. Onluqdan 16-lığa keçməyin qaydası bölməsi oldu. Biz 49-u böləcəyik 16-ya. 3 dəfə tam yerləşir. Çıxılsın 48. Qalaqda qaldı 1. Cavabımız olacaqdır 3, 1, 16-lıqda. Yəni, Y variantı. Bu sualı indi başa düşdün Aytən? Əgər səndən hərfi istəsəydi, hərflər arasında 32 byte fərq olacaqdı. Amma səndən ədəd istəniliyinə görə də ədədlər arasında olur 1 byte fərq. Bax, elə bir ki, burada 4-dən əvvəl 3 yerləşir, 3-dən əvvəl 2 yerləşir, 2-dən də əvvəl 1 yerləşir. Və aşağıdakı kodları da 1 byte əvvələ doğru düzürsən. Tamam. Bunu anladım. İndi bu 16-lığa keçəndə 16-lığa Bölmək keçdiniz. oldu. Sən bax, bunu tapdın ha, 1-in kodunu tapdın 49. 49-u bir də çevirsən 16-lıq say sisteminə. Çünki sənə verilən bax, onluq kodlardır. Mən nəyi 16-lığa çevirəcəmsə, həmin rəqəmi bölürəm 16-ya. Bəli. Düzdür. Ümumiyyətlə, Tamam. onluqdan istənilən say sisteminə keçid bölməsi oldu. Sənin 16-lığa istənilirsə, aldığın cavabı böləcəksən 16-ya. 16-ya. İndi orada siz 31, ya 3 alındı da, amma siz 31 yazdınız. Bax, Yəni, burada. belə mi olurmuş? Bəli, bax. Bölmə üsulunda yadında saxla ki, bölə-bölə gəlirsən, sonda Aha. aldığın qiymətlərin tam hissəsi və qalıq hissəsi götürülür. Bax, 49-un içində 16 3 dəfə tam yerləşir, qalıq nə qaldı? 1. 1. Sondan Ha, əvvələ onu doğru da düzəldi 31 olur 3 1. yazdınız. Bu say sisteminin bölünməsi üsulunun qaydası. Bu sabitdir. Mən o şəklini götürüm də. Hə, buyur. Müəllimə, bir dənə sizdən bir şey soruşum. Burada bax, Buyurun. 4-ü bildik 52-dir, 5-i də bildik 53-dür. Bəs bu Hı. yerdə qalanlar 3, 2, 1, onlar hardan çıxdı? Bunu verməkdə məqsəd budur ki, bax səndən bir simvol istənir axı. Sən biri necə tapasan?
Hər bir Biri simvol qarşı tərəfə arasında gedir. kifayət fərqi 1-ə bərabərdir, Pərvin. Aha. Deməli, bax mən buradan 1-i tapa bilərəm də. 3-ə düşür 51, 2-yə düşür 50, 1-ə düşür 49. Düzdürmü? Bəs burada A altında 65, Y 90 onların mənası neymiş? Onları sadəcə sənə cədvəl formasında veribdir. Səndən məsələn burada istənilirdi ki, B simvolunun 16-lıq kodunu tap. Bax, burada B səndən istənilirdi. Düzdürmü? Hə, Hı. onda necə Şərti eləyəcəkdik? dəyişdik. Onda artıq biz hərflərə baxacaqdıq. Bax, əgər burada kiçik A 97-dirsə, demək kiçik B də olacaqdır 98. Hə. Və yaxud da ki, sən buradan məsələn belə də eləyə bilərsən. Böyük B-ni tapardın. A 65-dirsə, böyük B də olur 66. Düzdürmü? Anladım. Hə, bu Sən burada cədvəli mən kiçik birinci B ilə dəfədir böyük görürəm. B arasındakı yenə də 32 vaid fərqin olduğunu Yo, görərik. nömrə 1 kitabında var ay Pərvin. Var orada nömrə 1-də də. Bilirəm, mən bu dərslərdə olmamışam. Öyrənmişəm ha 16-lığa keçirtməyi, 8-liyə keçirtməyi. Bunları öyrəndim özüm müəllimin videoları ilə. Amma bu cədvəli görməmişdim elə bil. Başa düşdünüz Yox, məndə? testlərdə hər dəfə var axı bu. Bəli, Nə bilim, testlərdə də hər dəfə var. Nəsə Mən deyəsən dedim ancaq necə? bu düşürün. Hə, baza sualdır bu. Bazı sual deyəndə hər dəfə təkrarlanan sual tipidir. Çox düşür. Bir Ha, də yəni burada dəyişə bilərlər də, düzdür? Şərtini dəyişə bilərlər, bəli. Şərti dediyim nədir? Burada sənə deyər ki, bir İkinci simvolunun və simvol. B simvolunun 16-lıq kodlarının cəmini tap. Qayda Hə, hamısını deyil. məsələn 1 ilə 2-nin cəmini taparıq, belə hə, belə verə Hə, bilər. bəli, bəli. Şərtini bir Biri dənə də elə dəyişdir. çevirəcəm, ikini də çevirəcəm, sonra toplayacam 16-lıqda. Bəli. bir də Ola həcə bilir ki, 16-lıq 10-luq da verir, 16-lıq da verir alt-alta. Doğrudur. O zaman 16-lığa baxmırsan. Biz bu yaxınlarda işləmişdik də buna aid bir sual. Daha işləmişdik. Yuxarıda verir. verilmişlərdədir. müəllimə mən bunu rahat eləyirəm. Yenə səhv yazıram müəllimə, bilmirəm. Buradan Bax, yadımda 16 qalır. Səsdən Oradan danışdıqdan birində tuta bilmirəm ki, kim nə deyir. Bir dənə söz deyim ay müəllimə. Mən bunu bax bu məsəl üçün keçirtdik ha 16-lıqdan 10-luğa, 8-likdən 16-lığa. Bunları keçirdə bilirəm rahat. Amma var ha 1 0 0 1 nə bilim nə bunu deyirək keçirdir. Onda çaşıram nəyə vururuq. Həmişə çaşıram onda. Sən onluğa keçirməni deyirsən də yəqin ki. Yuxarıda yazırıq ha 1 sıfırların yuxarısında 0 1 9 məsəl üçün 8-liyə keçirdəndə 0 1 2 3 4 5 6 7 yazdıq ha yuxarıda. Sonra 8-yə onu nəyə keçirmə deyil vururuq? o. 8-yə keçirmə deyil o. O onluğa keçirmədir. Məsələn, Hə. sənə verir 1 0 0 1 Ay, 0 1. Aha. İkilikdən istənir ki, onluğa keçirt. Hə. Yuxarısında yazırsan 0-dan nömrələməyə. 0 1 9-a 2 kimi. 4 5. 9-a daxil olmaq. 9-a qədər yəni niyə ki? Rəqəm olsaydı da əgər. Rəqəm olsaydı indi sənə nə qədər ədəd verirsə, o qədər düzürsən. Ay sağ ol. İndi bunu sonra nə edirik? Bax bundan sonraki etapda çaşıram. Əmsal indeksinin qüvvəti. 1 vur, 2 üstündə 5. Toplansın. Burada 0-ı nəyə vursaq bizə 0 verəcək deyə 0 nəzərə alınmır. Onu da Sonra bilirəm. Hə, gəlirsən onu da. əmsal vur indeksinin qüvvəti. 1 vur, 2-nin kvadratı. Toplansın. Əmsal vur indeksinin qüvvəti. 1 vur, 2 üstündə 0. Onu da Hə, yuxarıdakının hesablayırsan. kvadratı. O da əgər aşağıda 2 olmasaydı, 8 olsaydı 8-ə vuracaqdıq, hə Bəli. müəllimə? Assalı, bəli. 8 üstü Doğru. 5, 8 üstü 4. Assalı, doğrudur. Hə, yaxşı, Bunu anladım. hesablayacaqsan 32, 36, 37. Tamam, Belə. anladım. Sağ olun. Buyur. Gələk 30-cu suala. Deyir, hansı yanlışdır? Hansı yanlışdır? Müəllimə bir də bayaq sizin bir dənə sual verim. Hə, bəli, buyur Ay- Səbinə. Unicode-da verəndə 2-yə vururduq da. Xeyr, Məsələn 31 Burada sənə heç Oradan- zaman Unicode yazıla bilməz. Həm Yavaş şaskı gəlin. yazılır. Həm Hə, şaskı bildim. verəcək. Heç zaman Unicode verməyəcək. Çox sağ ol. Buyur. Gəldi 30-cu suala. Deyir ki, FTDI şəbəkəsi ulduzvari topologiyadır. Xeyr. Bu lokal şəbəkənin sualıdır. FTDI aiddir halqa topologiyasına. Halqa. 100 VGN ilan şəbəkəsi ulduzvari topologiyadır. 100 VGN ilan, bəli, ulduzvari topologiyadır. Doğrudur. Sirius iki müxtəlif kompüter şəbəkəsi və ya iki müxtəlif kompüter arasında əlaqə yaradan qurğudur. Bu da doğrudur. Sirius gateway-dir. Lokal şəbəkədən qlobal şəbəkəyə keçidi təmin edir, düzdür.
Terminatorlar işçi stansiyanı yoğun koaksial kabelə qoşur. Xeyr, terminator deyil, burada yazılmalıydı transceiver. Transceiver. Transceiver öyrənmişdik ki, yoğun koaksial kabeli işçi stansiyalar birləşdirir. Beşinciyə baxaq, marşrutlayıcı müxtəlif topologiyalı, lakin eyni protokollu. Xeyr. BMT app'tir bu. BMT app'də bridge-ə aiddir. Burada olmalıdır bridge. Bridge, yəni körpü. Routerda isə tərif belədir ki, müxtəlif topologiya, müxtəlif protokol. Müxtəlif topologiya, müxtəlif protokol. Deməli, Həm 5-ci terminator nə işi görür? Terminator nə işi görür bəs? açıq kabellərə şəbəkənin qoşulması zamanı enerjinin qarşısını alır. Aha. Bu dərsləri unutmusunuzsa, mən bunun PDF-ini açım, hamısını bir-bir oradan göstərim. Bu 12-ci bölmənin mövzusudur. Kompüter şəbəkələri, yəni lokal şəbəkə. Terminatorlar ümumiyyətlə enerji uducusu rolunu oynayır. Bax, bu transceiverdir. Transceiver işçi stansiyanı yoğun koaksial kabelə qoşur. Terminator isə bu qurğudur. Terminator açıq kabellərə şəbəkənin qoşulması zamanı xəttin sonunda enerji uducusu rolunu oynayır. Bu terminatordur. Bax, bu qurğu. Bir də başqa nələr var idi orada? Şirüzün tərifi var idi. Şirüz. Şirüzü gözləyin, göstərim. Şirüz. Hardadır şirüz? Aha. İki müxtəlif kompüter şəbəkəsini əlaqələndirir. Lokal şəbəkədən qlobal şəbəkəyə keçidi təmin edir. Sonra axırda da gəldi bu topologiyaya aid olanlar standart şəbəkələr. Ethernet, Fast Ethernet şin topologiyasıdır. Token Ring FDDI halqa topologiyasıdır. 100 VGN ilandan aknetdəki ulduz topologiyasıdır. Hamısını təkrar etmiş olduq. Həcər xanım, bu indi açdığımız PDF də həmin o 255 səhifəlik kitabda var da, düzdür? Hə, bəli, oradan elə bir ki, ümumiləşdirilib slayd formasında hazırlanıbdır. Hamısı kitabda var. Burada nələr səhv oldu? Heç cavabı demədik. 2 düz oldu, 3 düz oldu. 2 ilə 3-ü cavabdan çıxaq, yerdə qalanlar 1, 4, 5. Gəldi 31-ci suala. Rəngli təsvirin bir pikselini yadda saxlamaq üçün 10 bit. Aha, maksimal say. Biz maksimal sayın düsturunu keçmişik. N bərabərdir 2 üstündə N. Düzdürmü? Və bilirik ki, bit hər zaman harda yazılır? 2-nin qüvvətində. Demək olacaqdır 2 üstündə 10. 2 üstündə 10 nə deməkdir? 1024. Maksimal say hər zaman böyük N deməkdir. Bit 2-nin qüvvətində yazılır, oldu 2 üstündə 10, yəni 1024. Bir dənə çox rica edəcəm. Bax, onu necə bilirsiniz ki, 2 üstü 10 1024-dür? Bunu necə təyin elədiniz? Riyaziyyat. Öyrənəcəyimiz bir yer mi var? Necə hesabladınız onu? Kimə satmışdım bu yaxınlarda 2-nin qüvvətlərini? Müəllimə atmısınız? Qoyunda Hə, ataram bəli. qıza. 2-ni 10 O dənə məncə öz-üstə kitabda duranda var. 1024 alınır. Mən yazarsız atarım, yaxşımı? Qrupa ata bilərsiniz, zəhmət olmasa. Tamam, indi atıram. Aha, təşəkkür edirəm. Baxın 32. Mətni bütünlükdə seçmək üçün hansı klaviatura düyməsindən istifadə olunur? Bunu ən azından kompüter istifadə edənlər bilərlər. Ctrl-A. Ctrl-A nədir? Mətni bütünlükdə seçmək üçün istifadə olunan klaviatura düyməsidir. Ctrl-C kopyalamaqdır. Yazıram bura kopya. Burada yazır Shift and Ctrl and. Shift yadınıza saxlayın ki, seçməkdir. Sona qədər, yəni kursor dayandığı yerdən həmin sətrin sonuna qədər seçir. Ctrl N isə kursoru hərəkət etdirir. Yazıram bura kursor. Hərəkət etdirən. Kursoru hərəkət etdirir. Shift Home da ki, yenə də seçməkdir, amma bu durduğu yerdən əvvələ qədər seçir. Yəni mən sizə bildirmişdim ki, Shift seçir, Ctrl-da kursoru hərəkət etdirir. Gəldik 33-cü suala. Məncə bu sualı bir 50 dəfə yox, 160 dəfə yox, 1 milyon dəfə işləmişik. Proqram. Demişəm ki, əməliyyat sistemi ilə xarici qurğular arasında əlaqə quran proqramlar toplusu nə adlanır? Driver. Dəfələrlə bildirmişəm. Driverdir. Maşınlarda translyator idi, müəllim, o yadımda qalıb Bəli. testlərdən.
İndi mən bir-bir hamısını deyirəm. Kompilyator nədir? Kompilyator ilkin proqramı bütünlükdə maşın dilinə çevirirdi. Bir də var interpretator. Interpretator isə hissə maşın dilinə çevirirdi. Translyator ilkin proqramı maşın dilinə çevirən proqramlardır. Portlar xarici qurğuların qoşulması üçün istifadə olunan yuvalardır. Xarici qurğu yuva yazıram. Kontroller nədir? Kontrollerdə xarici qurğuları idarə edən nədir? Mikrosxemdir. Mikrosxem. Mikrosxem sözünü harda görsəz, bilin ki, kontroller ilə bağlıdır. Gəldik 34-cü suala. Deyir ki, elektron cədvəldə 12 xanadan ibarət olan ifadəni seçin. Burada variantları gərək bir-bir yoxlayaq. Mən bir dəfəli düzgün variant yoxlamaq istəyirəm. Düzgün Mən variant elə yoxladım, dedim bəlkə asan yolu var. C variant. Yox, burada Olmadı, variantları bir-bir yoxlamaq lazımdır. Biz ümumiyyətlə necə tapırıq bu cür deyək də sətirləri, sütunları? Biz sətirləri, sütunları tapanda məsələn baxın burada. Hərfləri başlanğıcdan axıra qədər düzürük. C-dən Y-yə qədər hansı hərflər var? S, D, Y. Y. Cəmi nə qədər sütun oldu? 3 dənə 3 sütun. sütun. 3 dənə sütun 5-dən yazılır. 2 çıxırıq, üstünə 1 Ay gəlirik. sağ ol. Sətri tapanda nə edirik? Sondan çıxırıq əvvəli, üzərinə gəlirik 1-i. 5-dən çıxdıq 2-ni 3, 3-ün üzərinə 1 gəldik, aldıq 4. Demək 4 dənə də nə var? Sətr var. Xanada 3-ü 4-ə sətr vururuq 12. bir-birinə olan hasildir. Bəli, 3-ü vurarıq 4-ə, alarıq 12 dənə xana. İndi bunu mütləq bir-bir yoxlamalıyıq Həcər müəllimə. Məntiqin varsa, anında belə beynində hesablayıb tapırsan da, normalda bəli, bir-bir yoxlamaq lazımdır. Bir-bir gəl oturub hesaplayasan A variantı, B-ni, C-ni, D-ni, Y-ni. Ay müəllim, bu Baxa 35-ci sualda bunun TF-sını mən oxudum onun haqqında da. 2-3 dənə Hə. şey oxumuşam belə, kitabımızdan oxumuşam. Sonra burada heç onunla əlaqəsi bir dənə 4 baytdan hər istifadə olunur, o var idi. Heç o yoxdur. 512 baytlıq. Yəni heç bununla əlaqəsi olmadı cavabın. Cavab E-dir də, amma mən başqa şeylər tapmışdım. Bax, mən indi sənə bunu göstərirəm. Gör hardadır. Necə yəni bu kitabda Oxumuşam var, müəllimə, hamısı siz- bir-bir Var, yazılıb. var. Var, kitabda var. var. Entisi ən son mükəmməlidir də, Oxudum. belə deyim. Mən keçən səfər göstərəndə oxumuşam, skrin eləmişəm, oxudum onu. Hə, əla. Bax, indi yenə göstərmək istəyirəm, qoy digərləri də, yeni qoşulanlar da, yenə dərsə qoşulanlar da başa düşsünlər. Yeni İtləri də qoşulanlar var deyir, idi. biz hara qoşu Elə şey bil düşmüşük. oxuduqlarım havaya gedir, inanırsınız. Heç nə yadımda qalmır. Nədəndir İnanıram. bilmirəm. İnanıram, mən də eləyəm. Sən yenə yaxşısan, mən lap betərəm. 15-ci gündə dözün, sonra ağlayarsınız, heç nə. Baxın, burada nə yazılıb da? Yazılıb ki, NTFS fail sisteminin FAT-la müqayisədə isə üstünlükləri aşağıdakılardır. Düzdür, Özdə Pərvin? qırmızı rəng, nədir? Narıncı rəngdə veriblər. Bəli, özü narıncı Xüsusi. rəngdə. Nə yazılıb? Görsən Pərvin bunu? Görüyorum. Nasaz klasterlər təkrar istifadə olunur. Görürsünüz, burada belə bir şey var. Nasaz klasterlər. Müəllim, mən bunun Deyil. yuxarısını oxumuşam. Nasaz sektorların meydana çıxmasında klasterlərin əvəz olunması. Burada yazıb təkrar istifadə olunur. Bir yanlışdır. Sən heç burada ədəd görürsən bu narıncı yazılanlardan. Ədəd Yox, görürsən. mən bunu yuxarıda görmüşdüm ay müəllimə ki, əslində 512-dir, amma belə 4 götürürlər. Faillərin fraqmentasiyası azalır. Bax, burada nə yazılıbdır? Hani o faillərin fraqmentasiyası azalır. Fail şifrələnmə, sıxılması, bərpası imkanı. Aha, bax yazıb ki, faillərin fraqmentasiyası azalır. Gördün? Deməli, 4 doğrudur. Hər bir istifadəçi üçün dörd mən ayrıca recycle bin. Yazılıb da hər bir istifadəçi üçün ayrıca recycle bin. Bəli, verib. Deməli, cavabımız nə olacaq? Mən yuxarıdakını oxumuşam. Oxuduqlarımı sizə atarım. Biabırçılıq. Sənə deyir axı, NTPS-in FAT-la bağlı üstünlükləri. İndi baxaq 36-cı suala. 36-cı sual tipindən hər dərs işləyirik, hər dərsdə düşür. Baxın, bütün Amma heç üyüsülərdə vaxtda bunlar var. bilmirik. Bütün üyüsülərdə bu var. Deyir 129 səhifədən ibarət olan kitabın ilk səhifəsi. İlk səhifəsi nə deməkdir? Yəni birinci səhifə.
piksellərdən ibarətdir. Ta ki, bax, bura qədər. Bura qədər mən indi misalımı işləyəcəm. Gördüm ki, piksel məsələsidir. Piksel məsələsinin düsturu nədir? Həcm bitli V ifadə bit olunur. bərabərdir. Bərabərdir. A vurulsun B, vurulsun N. Piksellərin sayını veribdir 1024-ün 5 son 2-yə. Yəni 2 üstündə 10, vurulsun 2 üstündə 9. 256 rəngçaları verib. Biz bilirik ki, 256 nə deməkdir? Böyük N deməkdir. Böyük N bildirir. Amma mənim düsturumda nədir? Kiçik N. Bərabər 2 üstündə N kimi yazsam, 256 2 üstündə 8 deməkdir. Və mənə 8 lazımdır. götürürəm. Burada 8. 8 lazımdır. 8 2 də üstü yazıram yəni. 2-ni. Bəli. Bunu hesablayıram, cavabı tapıram kilobaytdan. Bitdən kilobayta keçəndə nə edirlər? 2 üstündə 13-ə bölürlər. 13, hə. İlk Müəllim, bax sayılarımız bunu var. bölə bilmirəm mən. Niyə? Bax, burada sənə Bilmirəm bit nəyi verir. nəyə çevirmək Cavabı lazımdır. sən nəylə Mənim tapmazsın? orada Kilobayt 2 ver. üstü 13 mi olur? Yoxsa elə bir dəfə də 2 üstü 23 demişdiniz. Yoxsa mən səhv mi xatırlayıram? 2 üstünə 23 megabayta çevirməkdir. Kilobayta çevirmək 2 üstündə 13-dür. Hə, bildim. Elə bil ardarda düzür deyək, Həcər müəllimə asan da olsun deyə deyirdiniz, bilmirsinizsə sayın ardarda. Məsələn, Bəli. bitdi, kilobayt, bayt, nə bilim, belə düzə gedirik terabayta qədər. Hər artanda da 10 artır da o səfər. Bir dənə 3-dür. Qalanları 10 artır. Bəli. Gərək onu əzbərləyəmək. Bunu yaxşı yadıma saldım. Sağ olsunlar, mənim yardımçılarım kömək edirlər. Çox sağ olun. Kömək elədiyiniz üçün digər tələbələrə. Bu oldu. 5 son 2 kilobayt. Növbəti bizim tapdığımız hələ, baxın bu birinci hissəsi idi. Bir də var, mətn tipli informasiyanın kodlaşdırılmasındakı həcmi tapmaq. Bu zaman bizim yenidən düsturumuz var. ASCII Unicode məsələlərinin düsturu nəyə bərabərdir? Unicode olduğuna görə həcm bayt yazıram. 2 vur S, vurulsun S, vurulsun S. Yəni səhifə sətir simvol. Mənim nə qədər səhifəm qalıbdı yerdə? 128 səhifəm. 2 vurulsun 2 üstündə 7. Çünki 128 2 üstündə 7 deməkdir. Mənə verib 32 sətir. Vurulsun 2 üstündə 5. Vurulsun 64 simvol veribdir. Yəni 2 üstündə 6. Bərabərdir. Biz burada 7, 5, 12, 18, 2 üstündə 19 tapırıq, düzdürmü? Amma bizdən cavabı nə ilə istəyir burada? Bizdən cavabı kilobaytdan istəyir. Yaxşı. Bəs. Qoyun buranı sileyim. Bəs. Baytdan kilobayta keçəndə nə edirlər? Bölürlər 2 üstündə 10-a. 1024-də. Burada da qalır 2 üstündə 9 kilobayt. Bir sözdə 5 son 2 bu da edir. 5 son 2 kilobayt. Mənim 2 üstü 7-ni hardan yazdıq? 128 dənə səhifəmiz qalmışdı axı yerdə. Səhifədi, ilk səhifəsini hesablamışdıq da oradan. İlk səhifəsi üçün tapdığım ABN. Yerdə 128 dənə səhifə qaldı. 128 dənə səhifə üçün də Unicode-un düsturunu yazdım. Və sonda aldığımız cavabları da toplayırıq. 5 son 2 ilə toplayırıq. 5 son 2-ni alırıq 1024 kilobayt. Mənim çətindir, 8-9 hissədən ibarətdir. Bunu mən yazı hardan bilim? Mən başıma o qədər informasiya götürmür axı. Mənim həqiqətən çətindir vallah. Gör nə qədər şey yazıblar. Deyirsiniz düşür, amma yəni çətindir Həm də. vaxt Gör aparır, həm çətindir, qarışdırırsan bütün. insafları bura. Gedin İnsafları 24 yoxdur. dənə Bu yazın qədər gəlin. rəqəm Sizdən olar. heç istəmirəm. Nə istəyirsən müəllim? Deyirəm ki, gedin 24 dənə yazın, onu yazmayın. Amma məsələ bir dənə deyil axı. Bir də gördünüz ki, hansısa cavab gözünüzə qəşəng dəyir, o cavabı atın. Allah aşkına, Ben hamısına ne diyeyim 1024 yazacağım. 1024-dən xoşum gəlir müəllim. Ben nə deyim daha hər bir bu tipdə olan bütün soruları işləmişəm. Sizə çətin gəlirsə daha nə edeyim? Həqiqətən 1024 yazıldım hamısına. mən də riyazi məsələləri sevirəm, amma bu çox çətindir. Ucunu başını toplaya bilmirəm ki, harda nə yazım. Orada inşallah sana düşər. Mənim bununla həqiqətən ağ eləkləri bu dərəcədə informatika salmaq olar. Ay Allah, Salih hamısı demədi. Nəsə çıxış elədi. Şaşırdım.
Baxaq 37-ci suala. Yazıb ki, Page Borders və Page Color Sanskrit qrupuna aiddir. Dilə gəldim. Dizayn tabında yerləşir. Burada yazılıbdır. Page Color, Page Borders. Hansı lent qrupunda yerləşir? Page Background. Heç baxın. Baxan kimi bildim müəllimə. Prosta dedim nə səhv olar. Müəllim məni topa qoyub atar. Dəqiq olanda yaxşı cavab verərsən. Amma dəqiq olmayanda istərsəmiz özündən şübhələnirsən. Baxaq Yox, növbəti ümumiyyətlə mən maraqlı suallardan şübhələnirəm özümdən. 38-ci suala. Yazıb ki, sayğac sahəsi nə üçün nəzərdə tutulub? Mən bu sətirlərin nömrələnməsi götürmüşdüm. Yazılar neymiş? Sətirlərin, yəni yazılar deməkdir. Sətir nə deməkdir? Yazı deməkdir. Yazılar. Sətir yazı deməkdir. Bax, biz bu dərsdə keçmişik. Hər dərsdə mən bu slaydı açıram, göstərirəm sizə. Bax, burada nə yazıbdır? Yazıb ki, sayğac. Hanı sayğac? Outnumber. Yazıb ki, bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya yazıların sayı avtomatik olaraq yazılır. Yəni yazıların, yazı nə deməkdir? Yazıda sətir deməkdir. Sınaqda da var idi bu. Səhv Unikal eləmirəmsə. sahə olmalıydı, səhv etmirəmsə onu salmışdım. Orada unikal sahə idi müəllim. Yoxsa mən Təkrarladım. harda eləmişəm o. O qədər test işləyirəm ki, beynim Alt qarışır. number var idi orada. Orada alt number var idi. Avtomatik nömrələmə. Hə, nəysə avtomatik nömrələnmə var idi. Deyirəm axı, nəsə var idi elə bir Salmışdım, sual. hə, yadımdadır. Gəlin indi baxaq Neymani arxitekturasına. Neymanın 4 dənə əsas arxitekturası, prinsipi var daha doğrusu. Bu prinsiplər nədir? Əmrlərlə verilənlər arasında aşağı şəkildə heç bir fərq yoxdur. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşı malik olmalıdır. Kompüterin işləməsi üçün mütləq proqram Mütləq lazımdır. proqram lazımdır. Bəli. Bunu da gəlin mən sizə göstərim kitabımızdan. Yenə də kitabdan göstərirəm. Çünki hər dərs Keçən Güzel. dəfə də göstərmişdik. Sualı bilmədik. Biz oxumuruq. deyir kompüter proqram idarə olunan avtomatdır. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Əmrlərlə verilənlər arasında aşağı şəkildə heç bir fərq yoxdur. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. İndi gəlin baxaq. Deyir ki, əmrlərlə verilənlər arasında aşağı şəkildə bir fərq yoxdur. Doğrudur. Kompüter eyni zamanda heç bir prinsip yoxdur. Kompüterin işi proqramla idarə olunur. Bu doğrudur. 4 səhvdir. Sonra verilənlərin aparat səviyyəsində təyin olunur. Xeyr, verilənlər Yox. proqram səviyyəsində təyin Proqram olunur. səviyyəsi. 4 səhvdir. Kompüterlə Cavab lokal şəbəkə ilə bağlı heç bir Yox. şey yoxdur. 6 doğrudur. 7 yanlışdır. Bizdən yanlışları istəyir də 2, 4, 5, 7. D variantı. Nə yaxşı düz yazmışam. Mən bunu səhv eləyirəm. Bizdən yanlışları istəyir. Mən düzləri götürmüşdüm bayaq. İmtahanda da, sınaqda da elə eləmişdim. Bayaq baxıram solu düzlər götürmüşəm, səhvləri çıxmışam. Müəllimə dondu Növbəti deyir. baxaq. Yox, buradayım. 40-cı suala. Doğrunu Taksistə seçin. bağlı bir sualdır. Doğru mülarizələr seçin. Cəzbə deyərsən nisbətən zamanlar sayılır. Verilənlərin qiyməti onun mənasını ifadə edir. Qoyun bu birinci Ola bilər. qalsın. Birinciyə sual qoyduq. İkinciyə baxaq. Verilənlərin bazası informasiya saxlanması emalı axtarışını təmin etmək tətbiqi proqramdır. Emalı Verilənlər axtarışı. bazası informasiya emalı. Xeyr, bu yanlışdır. Yanlışdır. Niyə görə? Çünki verilənlər bazasının 3 dənə tərifi var. 3 dənə tərifindən heç biri bu cür yazılmıyordur. Bu yəni yanlışdır. Bu bilirsiniz nəyin tərifidir? Bu başqa şeydə idi. Mən də Bu onu birinci bölmənin tərifidir. İnformasiyanın Hə, o saxlanılması. birinci emalı axtarışı. bölmədədir. Birinci bölmənin İnformasiyanın saxlanılması emalı axtarılır.
Bu tamam ayrı bir şeydir. Yəni bu yer əlaqəsiz. Proqram deyil. Yazılar bir-birindən heç olmasa bir sahənin qiymətinə görə fərqlənirlər. Bəli. Çünki biz demişik ki, iş nömrəsi fərqli ola bilər, düzdürmü? Yəni bir dənə sətir fərqli olacaq da. Burada yazı demək sətir deməkdir. Sətir. Sahə də demək sütun deməkdir. Sütun. Deyir sətirlərdən heç olmasa bir sahənin qiymətinə görə fərqlənirlər. Bu doğrudur. Cədvəlin hər bir yazısı eyni struktura malik olan sahələrdən ibarətdir. Cədvəlin hər bir yazısı eyni struktura malik olan sahələrdən ibarətdir. Bu doğrudur. Yox. O doğru ola bilər ki. Ola bilir. Hə, mən eləmişəm müəllimə. 1, 3, 6-dır. Bir Cavab üç deyəsən. altıdır. Məncə hə, elə yadımda qalıb. Məqəd ola bilər. Hər bir axı cümlənin özü məntiqən səhvdir axı müəllimə. Bax eyni ola bilməz axı Bax, hər bir göstərə yazı. gətirəm müəllimə, gözləyin. Deyir ki, hər bir yazısının üstü. Qoyun da bu dördü saxlayaq da gələnə baxaq. Nisbətin gücü domenlərin sayı ilə ifadə olunur. Nisbətin qüvvəti domenlərin sayıdır. 5 də çıxdıq. 2 ilə 5-ləri cavablardan çıxsaq, buradan bunu çıxıram, buradan bunu çıxıram, buradan bunu çıxıram. Qala 1, 3, 6, 3, 4, 6. Qoyun 6-cıya baxım. Cədvəldə yazılan ardıcılı üstəlinə qayda ola bilir. Bu da doğrudur. Deməli 3, 4, 1 6 6. olmalıdır axı burada. 3, 4, 6 olmalıdır. Yazılar bir-birinə heç olmasa bir sahənin qiymətinə görə fərqlənirlər. Cədvəlin hər bir yazısı eyni struktura malik olan sahələrdən ibarətdir. Hə, Bəli, 3, bu 4, doğrudur. 6-mış, özürlü sayın. 3, 4, 6 da deyirəm axı. 4-cü doğrudur. 6 yadımdaydı dəqiq ki, o var idi. 3, 4, 6-dır burada. 3 də yadımdaydı, 4 karışdırmışam. Birincisi dedim də verilənlərin qiyməti onun mənasını yox. Belə bir şey rastlaşmamışam sözün açıq. Ona görə də sual qoydum. Bir də yanlışdır. Yerdə qaldı. 3, 4, 6. Bu biraz çətin tipli sual idi. Çünki biraz dərinliklərinə salıblar. Biraz kafa karıştırandı. Hə. 41. Sistemdə əvvəlcədən təyin edilmiş qrafik əsasına aha, bu da qəşəng sualdır. Əvvəlcədən təyin edilmiş qrafik əsasına deyilsə, bu avtomatik olacaqda task scheduler proqramı. Bu da standart proqramlardır. Bəs bunun tərifi hardadır yaxşı? Gəlin tərifini sizə göstərim. Yenə də buradan Windows 11-in ikinci hissəsini açıram. Windows 11 əməliyyat sisteminin PDF-ini atmışam sizə. Bəli. Burada yazılıbdır task scheduler. Ana, deyir, sistemdə əvvəlcədən təyin edilmiş qrafik əsasında hər hansı tapşırığın icrasını, sistemin yenidən yüklənməsini və başqa əməliyyatları həyata keçirir. Task scheduler proqramı. Bundan əlavə olaraq çox düşən proqramlardan da biri Resource Monitor'dur. Resource Monitor, mikroprosesor, yaddaş, disk və şəbəkə fəaliyyəti ilə bağlı tənzimləmələri icra edir. Yadınızda sizə göstərmişdim o necə ki insanlarda, həkimdə necə ifadə edeyim onu sizə? Ürək döyüntülərinin analizlərini göstərir. Necə göstərir? Kardioqrama. Diaqram. Gözləyin, bir dəqiqə girim göstərim. Belə izah edə bilməyəcəm. Bu yadınızdadırmı? Bu Resource Monitor Bu- proqramı. Burada həm Bu şeydə prosesor, də var da, şəbəkə istifadəçiləri nə qədər həm internet ISO. Həm şəbəkə var burada, həm yaddaş var. Həm prosesor var, həm də disk var. Yəni burada hər belə anı göstərir. Resource Monitor proqramıdır. Disk, network, memory, yaddaş. Deməli, resource monitor. Prosto belə. bir-birinin əlaqəsiz adlardır, müəllimə. Adam bu belə şeyi əzbərləyə bilmir. Əlaqələndirir. Hər şeydən narazıçılıq eləməyin. Baxaq 42-ci suala. Kod almışam ona Mən bu sualı mən heç başa düşmədim. Heç başa düşmədim. 42-ci sualın izahatını verirəm. və ya və.
Mən test eləyib sonra sizinlə baxanda əzbərlər hamısı yadımda qalır. Mən düşə bilirəm. Bənd A-dır, amma necə alırım onu bilmirəm. Bir düsturu bir ünitə, düzdürmü? Çoxluqlar üçün istifadə olunan düstur. Düzdür. Deməli deyir ki, gəl burada variantlarını bir-bir yoxla. Bax, burada məntiqdən baxsaq, deyir bu variantlardan hansı yanlışdır? Tək olanlar var. Birləşməsi də var. Amma kəsişməsində ya A variantı doğru olacaq, ya da C variantı. Onu tapan biz olmalıyıq. Burada 100% B variantı doğrudur, D doğrudur, Y də doğrudur. Ya cavab A-dır, ya da C-dir. Birisi nəyə görə? Çünki ikisinin işarəsi eynidir. Deməli, bunlardan biri doğru olacaq. Mən birinci ayrı-ayrılıqda elementləri toplayıram. Ayrı-ayrılıqda elementlərin cəmi mənə nə verir? 1900, 1700 verir 3600. Mənə bu ifadənin də qiymətini veribdir. Neçə veribdir? 2500, düzdür? Bu ikisinin cəmi mənə nə verdi? 3600, düzdür? 3600. Məndən istənilən baxın budur, kəsişmələridir. 2500 var, 3600 də buradadır. 3600-ə tamamlamaq üçün nə üstünə gəlməliyəm? 1100. Deməli, kəsişmələri də 1100-dür. O da C variantındadır. Hansı variant yanlış oldu? A variantı. Mən bu axırıncı dərslərdə idi, eləmi bu mövzu? Bəli, bu qlobal şəbəkədədir. Sonuncu dərsdir. Mən bu dərsdə iştirak eləməmişəm, amma oxumuşam birazını. Mən də olmamışam deyə mənə qaranlıq gəldi. Hə, mən heç yabancı gəldi də, yəni heç tanış gəlmədi. Amma bu dərsdə müəllimənin dərsinə yuxuya getmişdim, Allah qoysun. Baxaq 43-cü suala. Deyir aşağıdakı mülahizələrdən hansılar doğrudur? Bir slayda bir neçə keçid effekti vermək mümkündür. Gəlin özümüz məntiqdən düşünək. Siz bir dənə slayda nə qədər keçid effekti verə bilərsiniz? Bax, bu mənim slaydımda, düzdürmü? Gəldim transitions tabına. Mən bir dənə slayd vərəqinə maksimum nə qədər effekt verə bilərəm? Təbii ki, də bir dənə. Bax, görürsünüz, birindən digərinə keçəndə mən yalnız bir dənə effekt verə bilərəm. Ona görə də birinci yanlışdır. Baxıram ikinciyə. Təqdimatın nümayişi zamanı slayda flanmasla daxil edilmiş elementlər çap etmək mümkün deyil. Xeyr, mümkündür. Bu ikinci də yanlışdır. Müəllim, bəs Tutulmamışdır. Bəli, bu doğrudur. Niyə görə? müəllim, dediniz ya, bir slayda bir neçə keçid effekti vermək mümkün deyil. Bəs o misal üçün orada bir neçə slayd olur da, yəni bir neçə şəkil olur, mən onun adını dəqiq bilmirəm. O şəkillərdən hərəsinə fərqli-fərqli slayd vermək olmur. Animasiyaya bu eləmək olur da, amma slayda olmur. Baxın, mənə nə deyir? Bir dənə şərti diqqətlə oxuyun. Bir slayda bir neçə keçid effekti. Demir ha, slaydın daxilindəki obyektlərə. Deyir ki, bir dənə slaydın özünə. Bax, slaydlar birindən digərinə keçir axı. Bir var transitions tabı, bir də var animations tabı. Transitions bir slayddan digər slayda keçmək üçün istifadə olunur. Animations isə daxilindəki obyektlərə verdiyimiz animasiyalardır, effektlərdir. Bizdən istənilən transitionsdur. Ona da yalnız sən bircə dənə effekt verə bilirsən. Yaxşı? Bəli. Sonra dördüncüyə baxaq. Slayd mətnlərindəki simvol arası məsafəni dəyişmək üçün hər hansı bir əmr nəzərdə tutulmamışdır. Xeyr, nəzərdə tutulmuşdur. Bu da nədir? Gəlin belə bir sizə yazın, bunu silin. Buradan yazıram burada salam ifadəsi. Salam. Və home tabına daxil oluram. Burada baxın belə loss var, very loss. Seçim sözü. Yəni simvollar arasındakı məsafəni dəyişdirmək üçündür bu. Yəni nəzərdə tutulubdur belə bir əmr. Dördüncü yanlışdır. Təqdimata yeni slayd home insert tabundan əlavə olunur. Doğrudur. Slaydlara fərqli sərlifə vermək mümkündür, bəli. Sərlifə dediyimiz nədir? Sərlifə dediyimiz header footer'dır.
Yəni qalan titullar. Header, footer. Burada nələr doğru oldu? 3, 5, 6. Deyək ki, üçüncüdə slayd verilmiş keçidə ön baxışı həyata keçirmək üçün vəziyyət sətrində ayrıca düymə nəzərdə tutulmamışdır. Bəli, bu da doğrudur. Bu nədir? Baxın. Mən daxil olduğum PowerPoint-ə. Aşağı vəziyyət sətridir. Bizim amma preview'imiz isə yerləşir əmr olaraq yuxarıda. Preview yəni aşağıda yoxdur. Onu bizə demək istəyir. Növbəti 44. Sənədin səhifələrin nömrələnməyi ona sərləfələr. Təbii ki də bu hansı tab olacaqdır? Səhifə nömrələnməsi, sərləfələr. Insert. Bu nədir sizcə? Header budur. Header budur. C variant. Növbəti baxaq 45-ə. Elektron poçt proqramıdır. Outlook. Outlook. Bəli, Outlook. Evet. Biz elektron poçt proqramı. Outlook proqramı. 46. View tabının Windows Link qrupuna daxil olan düymə və əmrlər vasitəsilə əməliyyatlar seçin. View hamısı Excel-dən istəyir. Excel. Daxil olaraq Excel proqramına. Excel'in View tabına daxil olduq. Burada Windows Link qrupu var. Windows Link qrupunda nələr var? Sənədi yeni bir pəncərədə açmaq, bir neçə sənədi pilləvarı şəkildə göstərmək, sətir və yaxud da ki, sütunun dondurulmasıdır bu. Birinci sətrin birinci sütunun dondurulması üçün istifadə olunur. Split sənədi eyni hissəyə ayırır, yəni 2-dən hissəyə ayırır. Hide. Hide işçi kitabı gizlətmək üçündür. Kitabı. Baxın, hide edirəm. Unhide eləyəndə mənim qarşıma deyir ki, book. Kitabı göstər. Digər sağ hissələri isə bizə lazım deyildir. Gəlirəm, indi sualıma baxıram. Pəncərəni müxtəlif ölçülü bir neçə sahəyə ayırmaq. Bəli, arrange yolda var idi. Cədvəlin birinci sətrini dondurmaq. Həqiqətən də biz orada freeze gördük. Gördük. Baxın, bu freeze nədir? Freeze, dondurmaq. Birinci sətrini dondurmaq. İş vərəqini gizlətmək, göstərmək. Xeyr. İş vərəqini gizlədib göstərmək olur home tabında. Home. Select qrupunun format əmrində. Burada hide, unhide var. İş vərəqini. Bax, hide sheet yazılıbdır. İş kitabını. Baxın, vərəq ayrı anlayışdır. Kitab ayrı anlayışdır. Kitab isə olur view'dan. View'nun bu hide'ından. Deməli, burada vərəq yox. Nə yazılmalıydı? Kitab. Sheet'i gizlətsə bəs nə gizlənəcək? Necə? Sheet gizlətsək nə gizlənir? Bu axı sheetdir. Açıq olan sheetdir də. Kitabı deyirsən gizlədəndə nə olacaq? Bu açıq Yox, olan sheet var. Orada axı biz keçəndə bir dəfə var idi, axı gizlətmək olurdu. Baxın, görün mən nə deyirəm, baxın. Bu mənim aşağıda sheetlərimdir, düzdür? Sheet. Aha. Mən istəyirəm ki, sheet 1-i gizlədim. Home-a daxil oluram, Sales'dan, formatdan. Gəlirəm, bax, bu birinci sheetimi gizlətdim. Fikir ver, aşağıda sheet 1 idi. İndi kitabı gizlədəndə bu Hə, sheetləri view-dan gizlətmək olur da, home-la gizlətmək olur. Siz onu demək istəyirsiniz? Hə, yox, mən başa düşdüm. Mən bu sheetlə kitabı eyni şey başa düşürdüm. Hə, vəsə. Xeyr, vərəq ayrı anlaşdır, kitab ayrı anlaşdır. Kitab sənədin özüdür. Sheet daxilindəki səhifələrdir. Belə nəzərdə tutun da siz. Bizim kitabımız olur, daxilində də səhifələr olur. Səhifəni gizlətmək olur home-dan. Kitabın özünü gizlədirsənsə, bu olur view-dan. Sonra cari kitabını yeni pəncərədə açmaq. Bəli, bu doğrudur. Hətta biz burada görürük ki, new window. Düzdür. Cədvəli yadda saxlamaq buradan olmur. Fayldan olur, bu getdi. İş kitabını gizlətmək. İş kitabını deyir, fikir ver. Kitabını. Bu olur view tabından. Doğrudur. İş vərəqinin tor xəttlərini gizlədib göstərmək. Xeyr, bu isə olur view tabının show length qrupundan.
Deməli 7 də yanlışdır. Bizə olanları istəyirdi. Olanlar olacaqdır 1, 2, 4 və 6. 1, 2, 4, 6. Sonra 47. 7 nəyə işləyək? Məncə 47 rahat sualdır. Yəqin ki, Məncə bunu bulmaq asandır, bilir. yenə də bizdən demək də, bəlkə bilməyən var. Hə, deyək. Baxın, mənə veribdir A-nı 1, B-ni veribdir 0. B-nin qiyməti 0-dır. Deyir 0 bərabərdirmi 5-ə? Yox. Yox. Düşdüm yoxa. B-ni 1 vayda artırdım, 0 idi, oldu 1. A-nı Yenə vurdum 2. A-nın qiyməti 1 idi, 1-i vurdum 2, aldım 3. Düşdüm aşağı, alqoritm məni istiqamətləndirdi. Gəldim bura. Artıq B-ni yerinə qoyacağım 1. 1 bərabərdirmi 5-ə? Yox. Düşdüm yoxa. 1-i 1 vayda artırdım, aldı 2. A-nın da son qiyməti 3 idi. 3-ü vurdum 3-ə, aldım 9. Yenə də düşdüm aşağı, qalxdım yuxarı. B-nin yerində durur 2. 2 bərabərdirmi 5-ə? Yox. 2 ilə 1-i topladım 3. 9-u vurdum 3-ə, aldım 27. Düşdüm aşağı, qalxdım yuxarı. Yenidən B-nin yerinə qoydum 3. 3 bərabərdirmi 5-ə? Yox. 3-dən 1-i topladım 4. 27-ni vurdum 3-ə, aldım 81. Düşdüm aşağı, qalxdım yuxarı, düşdüm aşağı. B-nin yerində durdu bu dəfə 4. 4 bərabərdirmi 5-ə? Yox. Buradan aldım 5. 81-i vurdum 3-ə, aldım 243. Düşdüm aşağı, qalxdım yuxarı, düşdüm aşağı. Artıq B-nin yerində durur 5. 5 bərabərdirmi 5-ə? Hə. Və getdim A-nı verdim çapa. A-nın qiyməti nədir? 243. Cavabımız olacaqdır 243. Başa düşülmədisə, deyin. Yox, başa düşdük, asandır. Gəldim 48-ci suala. Elektron təqdim hansı lent qrupunun aha. Nə bizə demək istəyir burada? elektron Mən təqdim. deyir ki, obyekt, bizdən lent qruplarını istəyir böyük ehtimal ki. Daxil oluram yenidən PowerPoint-ə. PowerPoint-ın lent qruplarına baxıram. Ay Allah, gəl bunu yadda sal. Mənim səsimi eşidirsiniz? Bəli. Bəli. Microsoft edici elə biləm eşitmirsiniz. Bir dəqiqə bu özünə gəlsin, tutulub. Narahat olmayın. Müəllim, elə bilirəm yuxudan mənim gözüm belə görür. Yoxun gəlir. Düz Hə, eləsən, yat. inanırsınız müəllim. Elə yorulmuşam ki, yox, yatmıram. Burada hamı İşdən işdən keçdik. gələn adamlardır. Siz müəllimə işləyirsiniz? Mən yox, universitetdə, imtahan şöbəsində mütəxəssis. Müəllimə valla bundan asan. Amma yox, müəllimələrin də işi çətindir, yazıqlar. Hə, vallahi. Bizim də işimiz asan deyil. Bayaqdan BSG, KSG, hesabatlar, hələ valideyn icrası sabahları. Hə, Azım- universitet müəllimləri də dəhşətdir, inanırsınız. Elə gic-gic şeylərlə yazıqları məşğul eləyirlər. Vallahi boş şeylərdir. İnanın ki, elə hər kəs öz bildiyini eləyir. Ay, sağ ol. Bir dəqiqə bu tutuldu, açım, göstərim indi. Bircə saniyə, bircə saniyə, bircə saniyə. Qurtarır müəllim, imtahanlarımız axırıncı kəsir imtahanları 3-ü 6-sıdır. Yox, 6-sı 9-u. Yoxsa 3-ü 6 sayılır, yadımdan çıxdı. Bir şey soruşacağım. Bu imtahan yeri necə bəlli olur? Məsələn, magistr imtahanı verəcəyimiz yer hardan bilinir? Qeydiyyatdan keçmisiniz də yəqin ki. Bəli. Hə, o orada bilim şəxsi gələcək, mesaj gələcək. Səhifənizə girib baxarsınız, inşallah elan olunacaq. Şəxsi kabinetdən İmtahanın daxil bir- olacaqsınız linka. Bir həftə qalmış elan edirlər. Bəli, bir həftə qalmış. Gəlincə, Aytel, sənlə mən bir otağa düşək. Oy, Allahım olsun. Kimiz də aktlaşıb çıxarıq. Çırdarıq oralar. Aktlaşıb çıxarıq 100%. Baxaq uşaqlar, baxaq. Orxan müəllim də nəzarətçimiz olsun. Tələbələrim sizdən danışırıq. Deyir ki, onlar necə bizdən yaxşı bilirlər orada. Deyirəm, hə, elə onlar da çox gözəl bilirlər.
Deyir, rekordda sizin səsinizi eşitirlər axı, dərsə baxanda. Eləsi var, televizorda baxır, dərsinizə televizora qoşur. Deyir, onların səsinə qulaq asanda deyir ki, biz heç nə bilmirik. Deyirəm, onlar da elə çox Bizim sən. Deyirəm, vardı da ya. bizi gözə gətirən var da, ay müəllim. Da danışma Pərvi. Üzəri yandırmaq var. Səsiniz, Yaman səsi bilirəm, görə yaman. rekord olunur. Ay Baxaq qızlar. 48 suala. Deyir ki, elektron təqdimat proqramında hansı lent qruplarına slaydlara obyektlər ala Charts bilir. da var. Sonra Baxın, illustration insert var. tabına daxil oluram. Insert tabında burada var images. Görə images var burada. Yox, images'i ver. Illustration var. Illustration Illustration var. var və Media lent qrupu var. Doğrudur. Links var. media. Doğrudur. Görə başqa text var. Doğrudur. Text var. Text var da. Deməli, Şurada başqa nə var? pages yoxdur. Text'i dedim də var. Text var. Bəli. İşte öyle bulardı. 4, 6, 7. Header, footer burada değil. Spaclanes Excel'dedir. Charts Excel'dedir. Pages'deki Word'dedir. Getdi. Cəmimiz olacaqdır 2, 4, 6, 7. 7. Media. Növbəti baxaq 49-cu suala. 49-cu sualda görə bizdən nə istənilir? Deyir average B13, B15. Average nə deməkdir ədəd orta? Bəli. B13-dən B15 qədər diapazon verir. Buradan bura qədərdir. Mənim ədədlərim 4, 8, Toplayırıq, 3-ə 4 bölürük. toplansın 8, toplansın 3, bölünsün nə? 12, 15, 15'i böldüm, çaldım 5. Bura oldu 5. O vergül qüvvəti yüksəltmədir. Nöqtəli vergül qoyub. Birinci ədəd əmsalı ikinci onun qüvvətini bildirir. A13-ün yerində durur 5. B12-nin yerində nə durur? 2. 5'in kvadratı 25. Bizdən də C13-dən C14-ün cəmini istəyir. 25 plus 5. Oldu cəmimiz 30. Mənim average yadımdan çıxmışdı nə deməkdir. Vərəqlərim də evdə idi deyən bunu həll eləməmişdim. Ədəd ortadır, ədəd orta. Baxaq qida blokuna. Qida bloku nə edir? Qida bloku qurğular arasında enerji paylayır. Qida bloku həmçinin də ki, sistem blokunu soyutmaq üçündür. Dəyişən cərəyanı sabit cərəyana çevirir. Mikroprosesoru məncə bilməmək qeyri-mümkündür. Məntiq əməliyyatları yerinə yetirir və hesab əməliyyatlarını yerinə yetirir. B, D. Kontrollerdəki qurğuların işini idarə edir. Və mikrosxemdir. Demişəm ki, mikrosxem sözünü harda görsəz, bilin ki, o aiddir kontrollerə. 1G, 2B. Cooler soyuducudur elə müəllimə. Prosesoru soyutmaq üçün istifadə olunur. Cooler prosesor soyuducu.